Bismillahirrahmanirrahim. Hicrətin 11-ci ili Səfər ayının 28-dən 75 və ya 95 gün sonra, yəni Peyğəmbərimizin şəhadətindən 75 və ya 95 gün sonra Peyğəmbərin əziz qızı Həzrət Zəhra sallallahu əleyhanın şəhadətindən təxminən 10 il sonra Əmir-əl-Möminin əleyhissalam qardaşı Əqilə belə bir göstəriş verir ki, onun üçün elə bir qəbilədən, elə bir tayfadan, elə bir xanım seçsin ki, o xanımdan qəhrəman, cəsur, şücaətli bir övlad dünyaya gəlsin. Əli əleyhissalamın qardaşı Əqil müasir dillə desək nəsəbşünas idi. Yəni bütün qəbilələri, bütün tayfaları tanıyırdı, bilirdi. Əqil Əli əleyhissalama Bəni Kilab qəbiləsindən olan Fatimə bint Hizamı məsləhət görür. Əli əleyhissalamla Fatimə bint Hizamın izdivacından hicrətin 26-cı ili Şəban ayının 4-ü Mədinə şəhərində məşhur ləqəbi olan Qəmər Bəni Haşim, yəni Abbas dünyaya gəlir. Abbas İbni Əlinin digər məşhur ləqəblərindən də biri Əbülfəzl olur. Abbas İbni Əli Əli əleyhissalamdan tərbiyə almış və İmam Əli əleyhissalamda olan bütün gözəl xüsusiyyətləri, bütün üstünlükləri özündə əks etdirmişdir. İstər bu elm olsun, istər şücaət olsun. Həzrəti Abbasın şücaəti Siffin döyüşündə də özünü göstərmişdir. Həzrəti Abbas Siffin döyüşündə Muaviyyənin ən cəngavər, ən döyüşkən olan bir neçə cəngavərlərini, bir neçə döyüşçülərini məhv edərək onları məğlub etmişdir. Həzrəti Abbas əleyhissalamın şücaətinin əsasında Aşura günü, yəni Kərbəla çölündə Aşura günü dayanır. Tasua gecəsi qarşı tərəfdən gələn amannamə yox deyərək Aşura günü son damlasına qədər haqqı müdafiə edərək qardaşı Hüseyn İbni Əlinin yanında olaraq və bu yolda şəhadətə yetmişdir. Qatilləri tarixdə yazırlar ki, Yezidin göstərişi ilə Yezidin qoşununda yer alan Yezid İbni Cühənni və Həkim İbni Tehfil tayi olduğu yazılır. Digər məsum imamlardan Həzrəti Əbülfəzl Abbas əleyhissalam haqqında çoxlu, onun fəziləti haqqında çoxlu hədislər nəql olunur. O hədislərin birində İmam Səccəd əleyhissalam buyurur. Deyir, Abbas İbni Əli təlim görməmiş alimdir. Çünki o ilahi elmin mənbəyi olan Həzrət Rəsulullahın varisi və vəlisi Əli İbni Əbi Talibin, həmçinin behiş cavanların ağası olan Həsən və Hüseynin elmindən faydalanmışdır. Bu münasibətlə Həzrət Abbas əleyhissalamın mövludu münasibəti ilə sizləri təbrik edirəm. Allah bizləri və cəmi möminləri Qur'an, Peyğəmbər və Əhl-i Beytin yolundan ayrı salmasın. Bayramınız mübarək olsun.